Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Dəyərli izləyicilər, hər birinizi zülmətdən nura verilişindən salamlayıram. Sizlərə xoş ovqat arzu edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizlər bəzən Quran oxuyarkən bəzi ayələrə rastlaşırıq ki, özümüz üçün də ola bilər tam olaraq aydın olmasın. Məsələn, Allahın əli onların əli üzərindədir və yaxud da Allah ərşə ucaldı və buna bənzər bir neçə ayələr. Bu ayələrin həqiqətdə açıqlaması necədir? Bunlar məcazi mənada Qurani-Kərimdə işlədilir, yoxsa elə Qurani-Kərimdə necə gəlibsə, biz də onu elə qəbul etməliyik. Bu günləri Qurani-Kərimdə məcaz var ya yox, bu barədə dəyərli ekspertimiz Hüccətül İslam Elvin Əzimov danışacaq. Salam aleykum ustad, xoş gəlmisiniz. Və aleykumussalam və rəhmətullahi tibər müəllim, xoş gördük sizi, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər də salamlayırıq, ovqatları xeyir olsun. Allah təbarək və teala sizin bütün verilişlərinizə bərəkət versin. Elhamdülillah müvəffəqsiniz, həmişə müvəffəq olasınız. Təşəkkür, bağımızdır, Allah razı olsun. Bəli ustad, ümumiyyətlə belə deyək, sələflərin məcaz barəsində olan fikrini öyrənməmişdən qabaq, məcazın nə olması barəsində zəhmət olmasa biraz məlumat verərsiniz. Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli alə Muhammed və ali Muhammed. Bəli, doğrudan gözəl sualdır və bu məsələni elə həm tərifinə işarə eləyərik icazənizlə, həm də əhəmiyyətinə, ümumiyyətlə məcaz olsa kəlamda hansı bir dəyişikliklər ola bilər, həm də ki, bu mövzunun ümumiyyətlə araşdırılmasının önəmi nədir? Bəli. Yəni, etiqadi cəhətdən bir təsiri varmı? Mən əlbəttə uzun danışmaq istəmirəm burada barəsində, məcaz barəsində. Məcazın çünki müxtəlif növləri var, tərifi və növləri var, hər növünün öz tərifi var. Sadəcə qısa şəkildə ümumi əziz izləyicilərə bir tanışlıq verək. Sonra keçək bu məsələnin məcaz ərəb dilində olsa, bunun nə əhəmiyyəti var və bu mövzunu niyə araşdırırıq? Və həmçinin məcazı qəbul edirlər yoxsa yox? Burada iki qrupa bölünürlər. Məcazı qəbul edənlərin dəlili nədir, qəbul etməyənlərin dəlili nədir və xüsusilə İbn Teymiyyə və onun davamçıları. Baxın, ümumi tərif verəndə məcaza bu cür tərif verirlər ki, məcaz deyirlər ki, isti'malul ləs fi qeyri ma vuzi'əlləh. Bir dənə bizim ləfsimiz var, sözümüz var. Xüsusi mənada bu işlənib, ilk dəfə vəz olunub, adlanıb. Lakin burada bir məsələyə toxum indidən. İbn Teymiyyə bir bəhs var, bu usul elmində də bəhs olunur. İndi əlbəttə mən zehnimdə budur ki, bunları ardıcıl bəhs eləyəm. Sadəcə birdən gəlir də bəzən adam özünü saxlaya bilmir. Deməli, bir bəhs var, usul elmində də bəhs olunur ki, görəsən bu sözləri vəz edən kimdir, adlandıran kimdir? Deyək, məsələn, bu kitaba kim gəlib ilk dəfə kitab dedi? Dəftərə, nə bilim, ağaca kim ağacdır? Bu adı kim verdi buna? İki dənə burada ehtimal var. Birinci ehtimal budur ki, xüsusi bir nəfər şəxs olub, ya şəxslər olub. Ki, gəliblər, deyiblər, ay cəmaat, ya bir nəfər. İndən belə, bunu gördünüz, buna deyin ağac. Buna deyirlər vəzyi təyini. Müəyyən eliblər. Bəzi nəzərlərə əsasən xeyr, yəni bəzi alimlərin nəzərinə əsasən xeyr, belə deyil. Bu ləfs, bu mənada, ləfsli söz, məsələn, ağac sözü, bu məna deyəndə həmən xaricdə olan gördüyümüz o əşya, şey, ağac ki, görürük. Onun üçün xüsusi vəz olunmayıb, yəni nə mənada gəlsinlər, desinlər bundan belə ağac. O qədər onu görəndə ağac, indi xüsusi etibarı var da əldə, zehinlərində, niyə buna məhz ağac deyiblər, o birinə, məsələn, deyək ki, daş deyiblər. Bu əlaqə var yoxsa yox, ayrı bəhsdir. Ki, nəsə əlaqə var. Məsələn, bizim dildə belə bir şey var ki, qapı. Deyirlər, niyə qapıya qapı deyiblər? Çünki deyir ki, adam sanki onu qapır. Aydın oldu. Məsələn, belə bir fərziyyələr var. Dilçilər bu barədə araşdırmalar aparırlar ki, bunun kökü hara qayıdır. İndi, deməli, xüsusi şəxslər olub bu ləfsi adlandırmaq üçün, ya da ki, bir nəfər olmayıb, bəli, bu müddət təəyyünü deyirlər də, o qədər istifadə olunur və şey olur. Bu məşhur rəydir. Məşhur rəy, yəni nə mənada ümumi belə baxanda digər rəyin müqabilindəki İbn Teymiyyənin rəyidir. Ki, bəli, xüsusi adamlar olub və ya həmən adamlar o qədər istifadə edib, bu söz bu məna üçün
həm işlənib və olub həqiqət. Artıq ağac sözünü bu xarici varlıqdan başqa yerdə istifadə eləsən, o olacaq məcaz. Aha. Aydın, məcaz. Məsələn, deyir filan kəs sanki taxtadır. Aha. Nə cür ki taxtadan səs çıxmır, Bəli. nə eləcə bundan da məsələn səs çıxmır, şey yoxdur. Aha. Deməli bu olur məcaz. Bəli. Lakin İbn Teymiyyə maraqlıdır. İbn Teymiyyə çünki əlbəttə bu yanlışdır ya. Bu məcazdan qaçmaq üçün gəlib nə deyir? Deyir ki, bu ləfzləri Allah Təbarək və Təala icad edib. Vazi'i Allah Təbarək və Təaladır. Aha. Bəs nə edib? İnsanlara ilham eləyib. Hı -hı. Ki, sən bunu ağac de. Bunun adı ağacdır, ilham eləyib. Əlbəttə, yenə də o şey əsl məsələ dəyişmir ha. Bəli. Əsl məsələ dəyişmir inşallah. İbn Teymiyyənin əsasən iki böyük iddiası var. Birinci iddiada neçə dənə o cüz'i iddialara bölünür. İkinci iddiası həmən, yəni başqa ifadə ilə desək, tələbə dili ilə desək, tavqifiyyun. Yəni tavqifidir. Məsələn, deyir Allahın adı tavqifidir. Yəni nə? Yəni bu adlar Quranda nə gəlib, sünnədə nə gəlib, biz onu götürməliyik. Aha. Tamam. Ondan artıq daha məsələn Allaha biz özümüzdən ad verə bilmərik. O cür adlardan istifadə etməliyik. Deyir ki, bu şeylər də bu adlar deyirik ya, əşyalar. Bunlar da tavqifidir. Yəni Allah Taala ilham eləyib. Aha. Yenə də deyirəm, nə üçün qaçmaq istəyir ki, deyir ki, sən gəlib deyirdin ki, vazi bunu vəz eləyib, adlandırıb. Vazi deyil ki, yoxdur ki, burada Allahdır. Aha. Yenə də əlbəttə İş Allaha qayıtsa artıq onun başqa mənalara aparmaq, bəli. Çox gözəl. İndi bu məsələ aydındır. Yəni istədiyin ki, ümumi bir anlayış fərq eləmir. Ya İbn Teymiyyənin nəzərini götürək, ya o məşhur alimlərin nəzərini götürək ki, bu adlanma. Əgər mən ləfzi ya gələm təyini formasında, xüsusi formada bunun üçün adlandıram, ya o qədər istifadə edəm ki, bunun üçün adlana. Əgər bu ləfzi, bu sözü başqa mənada istifadə eləsəm, bu olacaq məcaz. İstimalul ləfz fi qeyri mavuz ələ. Nə üçün adlanmışdı bu? Əlbəttə, əziz izləyicilərimiz deyər ki, bu bəhslərin nə faydası var? Faydası çoxdur. Biz inşallah indi bu günlərdə elə oxuyacağıq o Dəlail-i İ'caz kitabından. Orada sübut eləyəcək ki, ümumiyyətlə ərəb dilində bu məcazı, istiarə, ki, məcazın növləri var da, bunları çıxarsaq biz, o şirinlik gedəcək aradan. Şirinlik. O gözəllik qatır. Nümunələrini də deyəcəyik. İndi mən ki, bu ləfsi müəyyən xüsusi bir mənada istifadə edirəm, bu iki cürdür. Ya bu ləfsdən, iki dənə məna var da, bu məna üçün istifadə olunur və digər məna üçün istifadə olunur. Bunlar arasında oxşarlıq əlaqəsi var ya da yoxdur. Deyirəm ki, rəəytu əsədən, şiri gördüm. Birinci əsədin birinci mənası, yəni meşədə yaşayan şir, vəhşi heyvan. Bu heyvan, bu şir bunun üçün adlanıb. Amma mən deyirəm rəəytu əsədən, yəni şücaətli şəxsi. Bu olur məcaz. İndi sual budur ki, bu şücaətli şəxsdən bu meşədə yaşayan şir arasında bir əlaqə, rabitə varmı? Bəli, var. Nə rabitəsi? Şücaət rabitəsi. Buna deyərlər istiarə. İstiarə. Xeyr, əgər belə bir əlaqə olmasa, yəni desək ki, bir əlaqə yoxdur, ona deyərlər mursəl. Aydın oldu. Yəni növləri var da, təbii ki, onun da ya ləfsidir, ya ləfsdə olur. Bu şey, oxşarlıq əlaqəsi yoxdur, amma bir rabitə var. Bu rabitə ya ləfsdədir, ya əqlidir, əqli məcaz deyərlər, ləfsi məcaz deyərlər, onların üzərində. Müxtəlif əlbəttə bölgüləri var. Bu fərq eləmir də, İbn Teymiyyə və digərləri ümumilikdə bunu inkar edirlər. Lakin ilk öncə o bəhs ki dedim, nə üçün ərəblər və hətta ərəblər yox, məsələn bizdə deyirlər bədii üslub, bədii ifadə. Məsələn, məcaz adətən belə istifadə olunur. Yəni filan kəs kəlamlarını bədii ifadə formasında deyir. Yəni məsələn məcazdan istifadə edilir, təşbihdən istifadə edilir, oxşatmadan ki, o qədər gözəllik verir kəlama. Bunu deməzdən öncə ümumiyyətlə bu bəhsi biz niyə araşdırırıq? Nə əhəmiyyəti var? Bu bəhsin əhəmiyyəti özünü harda göstərir? Allah Təbarək və Təalanın xəbəri sifətlərində ki, buyurdunuz. Allahın əli,
Allahın üzü, Allah Təbarək və Təalanın ayağı, nə bilim, Allah Təbarək və Təalanın hətta gülməyi var. Məsələn, gülməyi nisbət verirlər Allaha. Nə bilim, Allah Təbarək və Təalanın gəlməyi, bütün o sifətlər ki, xəbəri sifətlər ki, Allahın ərşi, Allahın kürsüsü ki, nisbət verilir. Əgər biz desək, diqqət eləyin, məcaz yoxdur. İndi 2 dənə nəzər var da. Bəzilər deyirlər ki, ümumiyyətlə ərəb dilində məcaz yoxdur. İbn Teymiyənin nəzəri budur. Və İbn Teymiyyə tabe olanların nəzəri budur. Əlbaninin, İbn Useyminin, oxuyacaq Şinqiti ki, Əlləmədir zamanında və İbn Useymin deyir ki, əgər bu barədə araşdırma aparmaq istəyirsinizsə, Şinqitinin kitabına müraciət edin, oxuyacaq inşallah. Yəni çox istinad edirlər onun kitabına. Elə kitabın adı da budur, məcaz barəsindədir. Bunların hamısının nəzəri budur ki, ümumiyyətlə ərəb dilində məcaz yoxdur. Nə varsa həqiqətdir. Bəzilər isə deyir, xeyr, ərəb dilində məcaz var. Lakin Quranda yoxdur, Quranla layiq deyil. Məsələn, icazənizlə mən burada bəzi şeyləri oxuyum, onların dəlilləri, bəziləri gülməlidir bu dəlillər. Burada daha mən onların hamısını gətirmədim, çünki alınmadı. Məsələn, deyir ki, niyə məcaz yoxdur? Əlbəttə, bunlar oxuyacaq. Əsas önəmlilərin 2 dənə İbn Teymiyənin dəlilinə toxunacaq ki, niyə məcaz yoxdur və bir dənə də Şinqitinin nəzərinə. Amma çoxdur, görün nə qədərdir. Niyə məcaz yoxdur? Deyir ki, çünki məcaz acizliyin nişanəsidir. Çünki bu şəxs həqiqəti istifadə edə bilmir, həqiqi mənə acizdir. Ona görə məcazdan istifadə edir. Allah ki, aciz deyil. Quranda məcaz yox. Gülməli sözlər də bunların çoxu mənasız. Əslində məcaz dilin zənginliyidir. Afərin, nəinki acizlik. Əhsən, gözəldir. Məcaz bir növ yalan danışmaqdır. Məsələn, deyirsən, mən şiri gördüm, qarşı tərəf elə bilir ki, şir deyirsən. Amma burada sənin məqsədin şücaətli insan. Sən əslində yalan danışıbsan. Hara? Orada qərinə var, şahid var ki, mən şir deyəndə qarşı tərəf artıq başa düşür. Nə aldatmaq? Gülünc dəlil. Amma bəzi dəlillər dəqiqdir. Onları gərək araşdıraq. Və hətta biz dəfələrlə demişik və iddiamızda da, əlhəmdülillah, yəni ustadlarımız qalib iddialarında İbn Teymiyyə kimi yalancı şəxs bəlkə də bu dünyada olmayıb və olmayacaq. O qədər yalancı insan olub. Və sözü atıb qaçıb da. Yalandan danışır. Məsələn, deyir, keçmişdə heç bir alim bu barədə danışmayıb. Məsələn, biz bəhs edirdik bir dənə. Deyir ki, Əllamə Hilliyə, İbn İdris deyir də, Kəzzab, Rafizi, deyir, çox yalan danışan falan. Deyir, sən ki, gəlib deyirsən, Həzrəti Fatimə Zəhra barəsində hədis var. Əleyhissalam Peyğəmbərdən nəql edir ki, ya Zəhra, innəllaha yəğzibu li qəzəbik. Allah sənin qəzəbinlə qəzəblənir və yərzali rizaq, sənin razılığınla razı qalır. Yəni, sənin razısansa Allah da razı qalır. Deyirsən, bunu deyirsən ki, alimlər nəql eləyib. Amma heç bir yerdə bu nəql olunmayıb. Hətta belə bir, nəinki səhih, həsən hədisimiz yoxdur. Hədisin dərəcələri var da, ən aşağı dərəcəsi olur həsən. Heç belə hədisimiz yoxdur. Niyə yalan danışırsan? İbn İdrisə deyir. Halbuki Təbəranidə bu kitabında var və İbn Həcər Heysəmi də bunu gətirir, deyir ki, bunun isnadı həsəndir. Yəni yalandan uydurur, gedir də, onun şeyi budur. Bu məsələdə də biz oxuyacağıq. Gəlib deyir ki, heç bir sələfdən, qədim alimlərdən heç kəs məcaz sözünü istifadə eləməyib. Nə alim, nə də qrammatika, dilçi. Heç kəs, yəni deyək ki, şeydə, məsələn, hədis alimləri, nə də ki, dilçilər. Heç kəs istifadə. Amma halbuki əksinə yalandan danışır. Nə qədər bizim şeylərimiz var. Və daha sonra deyir ki, sən əlamətlər ki, zikr edirsən, həqiqəti məcazdan ayırmaq üçün. Bu əlamətlər doğru deyil. Mən üzərindən keçirəm. Yəni, xüsusi bir yol yoxdur ki, mən deyəm ki, bu həqiqətdir, yoxsa məcazdır. Buna İbn Teymiyyə də toxunur, müəyyən qədər biz də toxunacağıq. Daha sonra mən tez-tez bunları üzərindən deyim. Yəni, o qədər, bəlkə də mən bunu danışmazdım, bunları deməzdim. Sadəcə olaraq o qədər sadədir ki, siz özünüz də görürsünüz ki, adam eşidən kimi gülməyə gəlir. Bu nə dəlil? Təsəvvür edin ki, bunun barəsində kitablar yazıblar, dəlillər gətiriblər ki, məcaz yoxdur Quranda bu dəlillərə görə. Nə bilimi, əslində məcaz qayıdır o alimlərin nəzərlərinin müxtəlif olmasına. Quranda da belə bir şey mümkün deyil. Və həmçinin biz görürük ki, kəlamda belə bir dəlilimiz yoxdur, bölünsün və müxtəlif təqribən, məsələn, burada bu kitabda 20 dənə bunların dəlilləri var. Amma əksər dəlilləri aç geçsin də, bir-iki dənə dəlil qalır ki, biz araşdıracaq. Yaxşı,
Mən bu bəhsi araşdırırsam hara çıxacağam? Həmin məsələ. Bəli. Ki, əl bəhsi. Əgər biz desək, Qurani-Kərimdə məcaz yoxdur, yəni bu ayələrin zahirini olduğu kimi qəbul etməliyik. Lakin İbn Teymiyyə çox bilmişdi. İbn Teymiyyə balaca adam deyil ki, yəni həqiqətən bəlkə də iblisə dəst deyər İbn Teymiyyə. O qədər çox bilmiş insandır. Sözü elə deyir, elə keçir. Deyir ki, baxın, biz bilirik ki, ləfz, söz ya müştərək ləfzi deyərlər, yəni nə? Yəni bir dənə sözdür, müxtəlif mənaları verir. Məsələn, deyək ki, əyn sözü. Bəli. Eynin bir mənası məsələn bulaqdır, bir mənası qızıldır, bir mənası gözdür, bir mənası casus deyərlər də ona. Müxtəlif mənalar var. Bu olur ləfzi, müştərək və bizim dildə də bu istifadə olunur. Çox gözəl. Bir də var ki, mənəvidir. Mənəvi nədir? Bir dənə mənadır. Bir dənə mənadır və istifadə. Məsələn, insan. İnsan həm Etibar müəllim üçün istifadə olunur, həm məsələn mənim üçün və həm digərlər üçün deyir insandır, bu insandır, bu insandır. Bu kim? Buna deyirlər müştərək mənəvi. Bu ki müştərək mənəvidir, məna baxımından müştərəkdirlər, yəni bunların mənaları eynidir. Yəni hamısına insan deyilir. Bu iki cürdür. İbn Teymiyyə görün istəyir ki, qaçsın da bu şeydən də qaçsın, təşbihə düşür axı. Əgər desək Allahda əl var, düşür təşbihə. Bundan qaçmaq üçün nə edir? Deyir ki, baxın, bu müştərək mənə baxımından müştərək olanlar, eyni olanlar iki cürdür. Bəzən mütəvatirdir, yəni fərdləri arasında şiddətlik, zəiflik yoxdur. Məsələn, insan, ağac kimi, məsələn, insan, Etibar müəllim də insandır, mən də, yəni heyvan natiq, bizim fərqimiz yoxdur ki aramızda. O da ağacdır, bu da ağacdır. Məsələn, bu daha ağacdır. Bəli, o müəyyən xüsusiyyətinə deyə bilərsən, bu daha çox bar verir. Amma ağac adında bunlar müştərəkdirlər. Deyir, bəzi şeylər var isə, ləfzlər var, hamısı üçün istifadə olunur, amma bəzilərində zəif formada istifadə olunur, bəzilərində şiddətli formada. Misal vurur, nur. Deyir, məsələn, evdə oturmuşuq, bir dənə lampanı istifadə edirik, o da nur verir. Amma günəşin də nuru var, ayın da nuru var, hamısına nur deyilir, amma zəif, şiddətli. Görün, hara getmək istəyir bununla. Yenə də qaça bilməz, deyir, hara qaçsa saxlayacaq. Gəlib deyir ki, baxın, Allah Təbarək və Teala üçün istifadə olunan xəbəri sifətlər ki var, bu əl ki istifadə olunur. İnsan üçün istifadə olunsa, Etibar müəllim üçün istifadə olsa, zəif dərəcəsidir. Nöqsanlar var, özünə aiddir də insan məhduddur, filandır. Təbii ki, onlar da Allahı məhdud qəbul edirlər, həddi var deyirlər Allah. Əlbəttə, onlar bəziləri qəbul eləmirlər. Məsələn, müasirlərdən var, məsələn, Əlbani kimilər filan deyirlər ki, bu mənasız sözdür. Allahın həddi var. Hətta bəziləri kitab yazıblar, xüsusi Ənə lillahi Teala haddun. Allahın həddi var. İşimiz yoxdur. Etibar müəllimin əli var, ayağı var, gözü var, sadəcə o zəif dərəcədə. Ona layiq formada. Çünki insandır. Amma Allah Təbarək və Teala'nın əli var, ayağı var. Bu əl, ayaq onda şiddətli formadadır. Ona görə deyir ki, keyfiyyətini bilmirik. O Allahdır. Və ona görə də məsələn deyir ki, Allah Teala göydən nazil ola bilər. Deyir, bəli, nazil olur. Yəni nə mənada göydən nazil olur? Deyir, həqiqətən nazil olur. Deyirəm, axı, nazil olsa indi o ərşi boş qalır, yoxsa yox. Deyir ki, ərşi boş qalmır. Deyirəm, necə ola bilər? Əgər zatı ilə inir, sözə deyirlər zatı ilə ya. İbn Teymiyyə deyir, zatı ilə inir. Zatı ilə aşağı inirsə, ora boş qalmır. Deyir, bir dəqiq saxla. Sən əslində burada nə elədin? Bənzətdin. Məxluqa Allaha bənzətdin. Ona görə o Allahdır. Bax, o Allahdır. Onun eyniməsi şiddətli formadadır. Həm oradadır, zatı ilə ya, həm buradadır. Bu mənası nədir daha? Mənim mənası nədir ki daha burada? Mənası olmur ki, həm orada olsun, həm burada olsun. Təbii ki, ona görə bu cür şübhə olanda İbn Useymin gəlib deyir ki, belə şübhələr əslində şeytani şübhələrdir. Sahabələr ki, bizdən çox bilirdi. Allahın ərşi boş qalır yerə inəndən sonra. Sahabələr bu sualı verib, tələbələr deyirlər ki, xeyr verməyib. Biz niyə verməliyik? Biz sahabələrdən çox bilirik. Sözə baxın, yəni. Cavab yoxdur. Cavab yoxdur. Yəni, həqiqətən cavab yoxdur ki, əslən, mənası nə olur ki, deyir, baba, sən tamam bir dənə qayda, məxluqa bənd, özü hətta nümunə vururlar. Deyirlər, bax, mən durdum buradan ayağa. Azərbaycanda bir dənə vahabi, güya ki,
bir dənə şiədən bəhs edir. Ona tövhid dərsi keçir. Xəbəri sifətlər dərsi, tövhid dərsi. Deyir, bax, mən oturmuşam. İndi bu yerimdən qalxdım. Mən o yerimdəyəm yoxsa yox? Həmən yerimdəyəm. Deyir ki, yox, yerində deyilsən. Deyir, bu məxluqa aid sifətdir yoxsa? Deyir, bəli, məxluqdur. Deyir, sən də desən Allah enəndə yeri baş qalır, yəni onu məxluqa bənzədibsən. Yəni bənzətmək bəhsi deyil. Burada bəhs budur ki, sən deyirsən zatı ilə enir. Tamam, enirsə enməyin mənası nədir? Yəni peyğəmbər cəmaatı aldadırdı, üzr istəyir, dolayırdı. Ki, yəni enirsə, əgər deyirdi ki, Allah təbarək və təala, yəni zatı ilə enirsə mənası enmək nə deməkdir? Bunu nə cür başa düşürsünüz? Mən ümumiyyətlə heç bənzətmirəm. Enməyin mənası nədir? Deyir, yox, sən bənzəsən. Sən baba müşriksən. Bu şirk budur. Hər halda keçək bunun adını üzərində. Deməli, bizə ki deyirlər, nə bilim, siz ya əşərilərə, fərq eləmir də, maturidilərə, mütəzilələrə, çoxlarına ki deyirlər, siz xəbəri sifətlərdə yolunuzu azıbsınız, bidətçisiz, anlamırsınız filan, tövhidi dərk etməyibsiniz, səbəbi qayıdır buna. Ki, onlar üçün ki, məcazı qəbul eləmirlər. Əgər məcazı qəbul eləsə, görün nə qədər ayələr. Əlbəttə, sualdır ya, burada bəs o bəzi ayələr var, onları necə izah edirlər? Neynirlər? Adını başqa şey qoyurlar ki, oxuyacaq. Lakin, ümumiyyətlə, ərəblər niyə gediblər? Ya, məsələn, dilçilər, təkcə bu ərəblərə aid deyil də, Azərbaycan dilində də var da, nə qədər istifadə olunmasın, şairlər o qədər gözəl istifadə edirlər, istiarədən, təşbihdən, nə bilim, müxtəlif növlərin, təmsildən, ki, adları var da onların. Bunu niyə istifadə ediblər? İcazənizlə bir yerdə oxuyaq inşallah, Dəlailül İ'caz kitabından, siz də elə orada. Deməli, bu Dəlailül İ'caz kitabının 70-ci səhifəsidir. Bu kitab, bilirsiniz də, məşhur, əlbəttə, müxtəlif çapda, bir çapda 49-dur, bir çapda 51-dir. Baxın, burada görürsünüz, çaplar müxtəlifdir. Deməli, burada gəlir bir dənə fəsil asır, 54-cü fəsil. Deyirlər ki, qad əcmə'al cəmi'u, bütün, yəni insanlar, alimlər daha doğrusu, icma ediblər ki, kinayə əbləğu minəl ifsah. Məsələn, deyirəm ki, diqqət edin. Deyirəm ki, Etibar müəllim qonaqpərvərdir. Bu bir dənə sözdür. Bir var deyəm ki, Etibar müəllimin ocağı həmişə istidir. Baxın, ocağı həmişə istidir. Nə deməkdir bu? Həmən o mehman şeydir ya, qonaqpərvərlikdir ya. Sadəcə ocağı istidir deyəndə, yəni ki, həmişə evdə məsələn tədarük göndərir, yemək bişirir, tüstü çıxır, ocağı istidir. Bu həmən o kinayədir. Görün nə qədər nümunəsini deyir. Və tə'rizə əvqə minə təsir. Bir var məsələn, birbaşa deyəsən, məsələn deyir, qızım sənə deyirəm, gəlinim sən eşit. Məsələn, təriz şey var. Və ənə lil istiarəti məziyyətən və fazlən. İstiarə ki gətirirsən, dedik, özü misal vurur. Ya məcaz nədir? Həmişə əbləğdir həqiqətdən bu hissəsi. Baxın. Və ənəl məcazə əbədən əbləğu minəl həqiqət. Daha bəliğdərdir. Bir dənə buradan misal vurur. Gəlir aşağıda deyir ki, baxın, bir var deyəsən ki, aşağı, huvə cəmmur rəmat ki, mən bayaq dedim, onun ocağı istidir. Bir var isə deyəsən ki, o nədir? O qonaq qəbul edir. Və aşağıda şey vurur misal. Deyir ki, bir var deyəsən ki, mən bir kişi gördüm, yolda bir insan gördüm. O kişi şir kimi idi. Deyir, bir var belə deyəsən. Bir var deyəsən ki, mən yolda bir dənə şir gördüm. Baxın, şir idi, şir. Bir var məsələn deyəsən, Əli əleyhissalam şirə oxşayır. Bir var deyəm, Əli şirdir. Görün, həqiqətən, bax, biz kənara qoyaq bu təəssübkeşliyi yox. Görün, nə qədər insan belə o zövq ki alır, o birincidən o zövq almır. Misal da bu, nə qədər burada misallar gətirir ki, deyir ki, baxın, əgər bu formada desək, bu formada olar. Ya məsələn, birin cümləni əvvələ salsaq nə olar sonraya? Nümunələrini çox gətirməz. Rəəytu rəculən ki, deyəsən, bir var deyəsən ki, deyir ki, və fi mə'nə şücaə və fi quvvətil qəlb. Qəlbdə bir dənə qüvvətli şəranı ki, filan kəs şirdir. Bir var deyək, filan kəs şir kimisidir. Şir də, şirin özüdür ümumiyyətlə. Ki, bu onu göstərir. Daha sonra elə növbəti
səhifədə də mən o səhifəni də burada əgər tapsam indi deyərəm. Deməli, səhv etməsəm Dəlalül Ərzaz 295-ci bəli səhifədə, düzdür? 295-ci səhifədə də gəlir bu məsələyə toxunur. Deyir ki, bəli, və haza zərbu minəl məcaz. Bu deyir ki, məcazdır, əlahidədir, kənzun min kunuzil bəlağə. Deyəsən o sizdə yoxdur. Bəlağətin o xəzinələrindəndir və maddəti şairil mufliq, şairin filan. Yəni deyir ki, bu bəlağət, məcaz ümumiyyətlə bir dənə xəzinədir. Bu kitabdakı məlumdur da, ən demək olar ki, deyirlər ki, bəlağət elminin atası. Kimdir? Corcani. Corcanidir və müxtəlif kitabları var bu sahədə. Bu şəxs deyir və bu şəxsin kəlamımızı kənara qoyaq. Biz görürük işte ki, necə insana təsir edir bu şey. Çox gözəl. Təbii ki, onlar bunları bilirlər. Sadəcə yenə də deyirəm, adını bəlağət qoymurlar, azın məcaz qoymurlar, filan şey qoymurlar, gələcək, nümunələri gələcək. Yaxşı. İndi gələk İbn Teymiyənin sorağına. Bilmirəm bizim nə qədər vaxtımız qalıb. İnşallah elə düşünürəm az qalar vaxtımız. Təqribən 2 dəqiqə vaxtımız. Ona görə də icazənizlə qalsın. Deməli, biz burada nəyi danışdıq? Məcaz tərifi ki, məcaz nə deməkdir? Məcazın dildə önəmi ki, Corcanidən dəlillər gətirdik və özümüz həqiqətən yaşadıq sanki o hissi və həmçinin məcaz bəhsinin önəmi. Nə mənada? Yəni ki, bu bəhs araşdırılmalıdır. Etiqadı araşdırmazdan qabaq biz inşallah bu məcazı ki bitirdik. Sonra gələcəyik təvilin sorağına ki, təvil azdır bəhsimiz. Çünki məcazdan irəli gəlir. Sadəcə nümunələr gətirəcək ki, onlar ki təvili inkar edirlər, amma təvil ediblər özləri. Nümunələr gətirəcək o alimlərindən. Ondan sonra keçəcək onların etiqadlarına. Məsələn, tövhidləri, Allahşünaslıq, peyğəmbərşünaslıq, imamşünaslıq, məadşünaslıq və insanşünaslıq. 5 dənə şeylərin. İnsanşünaslığa necə baxıblar? Fərq və şiənin etiqadı ilə onları müqayisə edəcək və buraxacaq əzizlərin öhdələrinə özləri qəzavət eləyər ki, şiənin etiqadı möhkəmdir. Məsələn, Allahın zatı barəsində, sifətləri barəsində, feilləri barəsində, yoxsa onları, yəni müqayisəli bəhs eləyəcək. Deməli, bizim 2 dənə bəhsimiz qalıb. Bu məcaz, bir də təvil. Bu bitəndən sonra məcaz ola bilsin 2-3 veriliş çəksin bundan sonra, amma təvil azdır. 3 dənə, 4 dənə verilişdən təqribən sonra biz keçəcək onların etiqadına. O etiqada keçməzdən öncə bu məcaz həll olmalıdır. Biz burada sübut eləyəcək ki, məcaz var, qaçılmaz bir şeydir. Ərəb dilində də var, Quran-ı Kərimdə də var. Bu Quran-ı Kərim üçün eyib deyil və ümumiyyətlə fəzilətdir. Yəni Quranın bəzi alimlər vururlar ki, möcüzə olmasından biri də bəlağətdə möcüzəli idi. Deməli, bir dənə Quran-ı Kərimdə ayə var. Deyir ki, ərəblər bir nəfər adamı öldürəndə, qədimdə, qisas, yəni xüsusi söz istifadə edirlər. Mənası bu ki, qisas ala bilər. Quran-ı Kərim gəldi, bu kəlamı dəyişdi. Dedi ki, وَلَكُمْ فِي الْقِسَاسِ حَيَاتٌ. Zəməxşəri təqribən ona yaxın, ondan da çox gətirir. Deyir, bu kəlamla وَلَكُمْ فِي الْحَيَاتِ qısasun kəlamı ilə, söz cümləsi ilə o ərəblərin, məşhur ərəblərdir ki, dilçi idilər də, gözü bəlağətli idilər. Kəlamı müqayisə edir, bunun gözəlliklərini göstərir, adam dəhşətə gəlir. Ki, necə gözəldir, həmən bəlağət məsələsi falan ki, istifadə olunur. Bu, ümumiyyətlə, kəlamın gözəlliyini göstərir. Nə qədər kəlam bəlağətli olsa, o qədər onun fəsahətli olmağını bizə göstərir. Bu qədər elə düşünürəm, bəs eləyər. Təşəkkür Üstad, Allah razı olsun. Həqiqətən maraqlı mövzudur. Allah elimizə bərəkət versin. Bəli, dəyərli izləyicilər, bugün də verilişimizin sonuna çatdıq. Nəzərinizə çatdırıram ki, bu günlər həqiqətən bu mövzu çox əhəmiyyətlidir. Çünki əgər biz Quranda məcazın olmamasını belə deyə qəbul etsək, məcbur qalacağıq artıq Allahın bir növ Allahın cism olmağına gətirib çıxaracaq ki, bu da əqidə ilə, həqiqətlə üst-üstə düşmür. İnşallah gələn görüşlərdə, gələn verilişlərdə görüşmək ümidi ilə Allahın amanı.